Zaqatalada müəllim bacısını güllələyərək öldürən qardaşa hökm oxunub. Doğru xəbər Azərbaycan bildirir ki, 1980-ci il təvəllüdlü Natəvan Əhmədovanı qətlə yetirən 36 yaşlı Nurlan Əsgərov Cinayət Məcəlləsinin 120.2.4-cü xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə təqsirli bilinib. Bildirilib ki, hadisə ötən ilin mayında onların atasının il mərasimində baş verib. Nurlan qəfil silah götürərək bacısını boğaz nahiyəsindən güllələyib. Xəstəxanaya çatdırılan qadının vəfat etdiyi məlum olub. Nurlan ibtidai istidaqa ifadəsində bacısını qısqanclıq zəminində öldürdüyünü iddia edib. Lakin Natəvanın telefonunun araşdırılması, həmçinin digər ifadə və sübutlar bu iddianı təqsib edib. O da məlum olub ki, Nurlan 2021-ci ildən narkotik istifadəçisidir və bu maddələrin dövriyyəsi ilə bağlı məhkum edilib. Natəvanın həyat yoldaşı isə qaynı Nurlanın həbsdə olarkən özünə hörmət qazanması və pis rəftar görməməsi üçün qısqanclıqla bağlı yalan ifadə verdiyini deyib. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nurlana 17 il 10 ay həbs cəzası verilib. Xatırladaq ki, Natəvan Əhmədova rayonun Yuxarı Tala kənd 2 nömrəli məktəbində müəllim işləyirmiş.